Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Elgiz Əkbər efirdə başına gələn qorxunc hadisədən söz açıb. Bu barədə aparıcının özü danışıb. O bildirib ki, 15 yaşlı psixi xəstə ona hücum çəkib. İllər əvvəl aparıcısı olduğum proqrama bir ailə yardımı üçün müraciət etmişdi. Həmin ailənin 15 yaşlı qızı psixi pozğunluqdan əziyyət çəkirdi. Amma belə problemin olduğunu bilmirdim. Qız ailəsi ilə tanışıcıların arasında birinci sırada əyləşmişdi. Proqramın ortasında gördüm ki, qız mənə baxıb qəribə hərəkətlər, səslər çıxarır. Mənə tərs-tərs baxır. Mən də çaşbaş qalmışdım. Ekspertlərin biri qızın hansı vəziyyətdə olduğunu bilib, başlayıb onu aqressivləşdirməyə. Kamera eksperti göstərməyəndə o qıza baxıb qaşlarını çatıb. Qız efirdə mənə hücum çəkdi. Arxada da dekorasiya var idi. Həmin dekorasiya sökülüb yığılırdı. Yəni əl vursan dekorasiya yerə töküləcək. Üstümə hücum etdikdə mən arxaya çəkilmək məcburiyyətində qaldım. Tutdu məni boğazımdan. 15 yaşında gənc bir qızın gücü inanılmaz bir şeydir. Kişi səsi çıxarıb qışqırırdı. Sanki içində bir insan oturmuşdu. Xırıldayırdım. Studiyada olanlar şokda idilər. Bir insan da yardıma gəlmədi. Sonra həmin hadisənin videosunu Türkiyədə, İsraildə və Hindistanda televiziya vasitəsilə nümayiş etdirmişdilər.